Salam, xoş gördük hər birinizi əziz şagirdlər. Bugün sizinlə köməkçi nitq hissələrinin omonimliyi və sinonimliyi mövzusunu edəcəyik. Başlayaq. Nümunələrin birində fe'l ilə omonim ola bilən ədat işlənmişdir. Deməli, həm fe'l kimi işlənməlidir, həm də ədat olmalıdır. Çalışın, hamını bir gözlə görün. Nə edin? Görün, burada fe'ldir, bizə ədat lazımdır. Gəl o barədə sonra danışaq. Burada gəl ədatdır. Həm də fe'llə omonimliyi var. Cavab olacaq B bəndi. Gəlin axşam bizə nə edin? Gəlin suala cavab verdiyi üçün əsas fe'ldir. Yerə qoy suala cavab verdiyi üçün əsas fe'ldir. Bu da olmayacaq. Onların işinə lap diqqətlə bax. Burada da nə et? Bax, əsas fe'ldir. Cavab olmayacaq. Cavabımız B bəndi. Keçək növbəti suala. Həm əvəzlik, həm də ədat kimi işlənə bilən sözlər dərəcəsini müəyyən edin. Deməli, həm əvəzlik kimi işlənməlidir, həm də ədat kimi. Baxaq, A bəndində tək əvəzlik kimi olmur, olmayacaq. B bəndində tərəf, qabaq əvəzlik olmur, bu da olmayacaq. D bəndində elə, belə. Baxaq, həm əvəzlik, həm də nə olacaq? Ədat olur. Belə qüvvətləndirici ədat, elə də dəqiqləşdirici ədatdır. Həm də işarə əvəzlikləridir. Baxaq, burada hara var. Deməli, hara varsa hara ədat ola bilmir. Burada hər, bütün bunlar təkcə əvəzlik kimi işlənir. Cavab D bəndi. Sual 3. Həm ədat, həm də əsas nitq hissəsi kimi işlənə bilən sözlər müəyyən edin. A bəndə axı var, təkcə ədat olur, A olmayacaq. B bəndə hətta var, o təkcə köməkçi nitq hissəsi kimi işlənir. Sonra D-də D var, D təkcə ədat olur. E-yə baxaq, burada hətta var, bu da olmayacaq. Necə? Həm qüvvətləndirici ədat, həm də əvəzlik. Tək, həm zərfli sifət kimi işlənə bilər, həm qoşma kimi, həm də ədat kimi. Cavab C bəndi. Sual 4. Fərqləndirilmiş sözlərdən biri qrammatik mənasına görə digərlərindən fərqlənir. Qrammatik deyirsə, yəni 4 dənəsi, 4 variant eyni nitq hissəsi olacaq, biri isə fərqli nitq hissəsi. Düşmənin gəlişi də, gülüşü də təzədir, tələdir. Dadə təkrarlanırsa, nədir burada? Bağlayıcı. Keçəl düzünü desə də, burada dadə fe'llərlə işləndiyi zaman demək olar ki, ədat kimi işlənir. Həm də burada iştirak məzmunu yoxdur. Bu da oldu ədat. El keçdiyi körpüdən sən də keç. Uşaqlar, başqası keçir, sən də keç. Burada iştirak məzmunu var, bağlayıcıdır. Biri minə bağlıdır, mini də birə. Burada iştirak məzmunu var, bağlayıcıdır. Digər sahələrdə də uğurlarımız çoxdur. Başqa sahələrdə var, burada da çoxdur. Yəni iştirak məzmunu var. Cavab olacaq hansı? Fərqli olan B bəndidir, ədat. Keçək 5-ci suala. Hansı cümlənin tərkibində fərqləndirilmiş sözlər eyni nitq hissəsinə aid deyil? Bir kəndin ki, deməli, nəyə baxaq uşaqlar? Eyni nitq hissəsinə. Bir kəndin ki, çoxası o olacaq, mümkündür ki, orada xeyrik ola. Burada ki, ədatdır. Ki, ədatdır. Burada isə vergül olduğu üçün bağlayıcı. Cavabımız A olacaq. Da, toyuğu da yumurtlayır, xoruzu da təkrarlanırsa, hər ikisi bağlayıcıdır. Nə? Dərin suya girir, nə xıdır nəbini çağırır. Nə, nədə, nədə ki. Deməli, təkrarlanırsa bağlayıcıdır. O gəlsə daş ilə, sən də get aş ilə. İlə, hər ikisi qoşmadır. Bir düşün, bu qədər adam bir sənəmi etibar eləyəcək. Hər ikisi ədatdır. Cavab elə A bəndi. Keçək 6-cı suala. Nümunələrin birində həm köməkçi nitq hissəsi, həm də köməkçi nitq hissəsi ilə omonim ola bilən əsas nitq hissəsi işlənmişdir. Deməli, biz nə tapmalıyıq? Həm köməkçi nitq hissəsini tapmalıyıq, həm də
əsas nitq hissəsi olmalıdır ki, o köməkçi nitq hissəsi kimi də işlənə bilsin. Sanki göylərdə uçan quş kimiyəm. Sanki yerdən uçurulmuş kimiyəm. Həm də köməkçi nitq hissəsi omonim ola bilən əsas nitq hissəsi. Baxaq. Burada sanki modal sözdür. Quş kimiyəm. Baxaq burada kimi də həm də nədir? Qoşma. Yəni hər ikisi köməkçi nitq hissəsidir. A olmayacaq. Zənnimcə yoldaş tacirliyin fəndini çox gözəl bilir. Zənnimcə modal sözdür. Çox ədatdır. Başqa yoxdur. B də olmayacaq. Bu heç də nağıl deyil. Doğru əhvalatdır. Bu heç də nağıl deyil. Doğru əhvalatdır. Baxaq. Burada heç də gördüyünüz kimi köməkçi nitq hissəsidir. Necə əhvalatdır? Doğru. Bu da sifətdir. Amma gəlin baxaq. Doğru. İstiqamət bildirən qoşma kimi işlənə bilməz. Deməli, həm köməkçi nitq hissəsi var, həm də köməkçi nitq hissəsi ilə omonimlik təşkil edən əsas nitq hissəsi var. Cavabımız olacaq C bəndi. 7-ci sual. Həm ədat, həm də başqa nitq hissəsi kimi işlənə bilən sözlərdir. Baxaq, necə, belə, di. Di, uşaqlar, di harada gördünüzsə, di təkcə ədat olur. B-də ən, lap, ancaq ədat olur. Burada baxaq, mı, sana, hər ikisi təkcə ədat olur. Ki, ədat və bağlayıcı təkcə dayanmışdı. Zərf sifət kimi işlənir, plusdakı ədat olur. Necə? Əvəzlik, həm də ədat. Ancaq bağlayıcı və ədat, belə əvəzlik və ədat. Cavabımız D bəndi olacaq. Burada kaşdı, barımı, bunlar təkcə ədat kimi işlənir. Deməli, cavab D bəndi olacaq. Keçək növbəti suala. Həm ədat, həm də başqa nitq hissəsi kimi işlənə bilən sözlərdir. Baxaq. Yalnız, məyər, axı. Həm ədat, həm də başqa nitq hissəsi kimi işlənə bilməlidir. Burada axı təkcə ədat olur. Sonra qoy, ədat və feil kimi. Təkcə sifət, zərf, ədat kimi. Necə, əvəzlik və ədat kimi. Dadə, bu da deməli, həm iştirak bağlayıcısı, həm də ədat kimi işlənir. Cavab B bəndi olacaq. Burada mı var, təkcə ədat olur. Axı təkcə ədat olur. Di təkcə ədat olur. 9. Nümunələrdən birində eyni söz həm ədat, həm də sifət kimi düşünülə bilər. Hamı getdi, tək qaldı. Necə qaldı? Bircə onu arzulayırdı. Bircə burada ədatdır. Onsuz da bu sifət kimi də işlənə bilməz. Ata mülkündə təkcə yaşayırdı. Necə yaşayırdı? Təkcə zərf kimi işlənir. Bizə həm ədat, həm də sifət kimi düşünmək lazımdır. Yalnız onu axtarırdı. Təkcə onu axtarırdı. Ədatdır. Olmayacaq. Artıq adam buraxılmasın. Deyirəm ki, artıq adam buraxılmasın. Necə adam? Sifət kimi. Bir də deyirəm ki, artıq adam buraxılmasın. Ədat kimi də işlətmək olur. Cavab E bəndi. 10. Nümunələrdəki bir söz morfoloji baxımından nədir? Bir stəkan çay, say. Siz bir dayanın. Ədat, deməli bu say oldu. Bu ədat oldu. Həyətdə bir yük maşını saydır. Sən bunun bir iştahasına bir bax. Bu da ədat oldu. Deməli, 1, 3 ədat, 2 və 4, yox, 1, 3 say, 2 və 4 ədat. Baxaq elə varianta. Bəli, cavab B variantı. Verilən sözlər içərisində hansı qoşmanın sinonimi var? Baxaq, bəri, illərdən bəri, illərdən qabaq, yoxdur. Səndən özgə, səndən qeyri, özgə, qeyri. Baxın, bunların sinonimi var. Cavab B bəndi. Cümlələrdən birində işarələnmiş cacə nitq hissəsi baxımından digərlərindən nə olmalıdır? Fərqlənməlidir. Qeyd eləyək ki, cacə deməli isimlərə
Sonra əvəzliklərə qoşularsa qoşma olur. Sifət, say, zərflərə qoşularsa çox vaxt ədat kimi işlənir, qüvvətlendirici ədat. Bir məsələ də var ki, Azərbaycan, rus, ingilis tipli sözlərə qoşularsa zərf düzəldən şəkilçi o olur, rusca, almanca. Zərrəcə ismə qoşulub qoşmadır. Bizə nəyi soruşur? Fərqlini soruşur. Mənaca ismə qoşulubsa bu da qoşmadır. Boyunca, boyu ilə bu ismə qoşulubsa qoşmadır. Qızıldan taxtın olunca quruca, quru deməli sifət olduğu üçün olacaq nə? Ədat. Hamı bilir ki, dünyalarca ismə qoşulduğu üçün qoşma olacaq. Deməli necə oldu? İsim və əvəzliklərə qoşulursa çox vaxt qoşma olur. Sifət, say və zərfə qoşulursa isə çox vaxt ədat olur. Cavab D bəndi. O, bu günə kimi heç nə yaza bilməyib. Sən ona kömək edə bilərsən cümləsində nöqtələrin yerinə hansı sözü artırsaq, mənaca müxtəlif köməkçi nitqlislər kimi başa düşmək olar. Baxaq, o bu günə kimi heç nə yaza bilməyib. Yalnız sən ona kömək edə bilərsən, ancaq sən. Gəlin baxaq uşaqlar, burada bircə gərəkməz. Burada ancaq həm bağlayıcı olur, həm də ədat ola bilər. Gəl baxaq. Bağlayıcı olarsa amma ancaq lakin əvəz eləmək olar. Bilməyib, yaza bilməyib, amma sən ona kömək edə bilərsən, ancaq sən ona kömək edə bilərsən. Bağlayıcı kimi fikirləşmək olar. Amma ədat olarsa, məhdudlaşdırıcı ədat olar, yalnız təkcə bircə bunlarla əvəz eləmək olar. O bu günə kimi heç nə yaza bilməyib, yalnız sən kömək edə bilərsən. Deməli, hər iki mənada düşünmək olar, həm ədat, həm də bağlayıcı kimi. Cavab C olacaq. Keçək növbəti suala. Uyğunluğu müəyyən edin. Demək, biz doğrunu tapmalıyıq. Ədatdır, bağlayıcıdır, şəkilçidir, sual cümləsi yarada bilir. Baxaq, ki ədatı var, bağlayıcısı da var, şəkilçisi də var, həm də sual ədatı olduğu üçün sual cümləsi də yarada bilir. Cavab D bəndi. Nümunələrdə altından xətt çəkilmiş sözlərə əsasən Venn diaqramında yol verilmiş səhvləri müəyyən edin. Gəlsənə Təbrizə gedək. Bir Təbrizə gəlsənə. Uşaqlar, gəlsənə cümlənin əvvəlində işlənərsə, o bütövlükdə olacaq ədat. Yox, əgər cümlənin sonunda işlənərsə isə olacaq fe'l plus ədat. Orada gəl olacaq fe'l, sənə isə olacaq ədat. Baxaq, bir əsas, bir köməkçi nitq hissəsindən ibarətdir. Xeyr, bu gəlsənə burada bütövlükdə ədatdır. Səhvi soruşursa, 1. Hərəkət bildirmir. Təbii ki, ədat hərəkət bildirmir. 2 düzdür. Suala cavab vermir. Baxaq, gəlsənə. Təbii, burada ədat olduğu üçün suala cavab vermir. Burada digərində isə suala cavab verir. Demək, üstə yanlış olacaq. Yazmaq olmur bu qələmlə. Baxaq, elə bir ki, üstü bu. Şəxs onluğu işlənmişdir. Sana uşaqlar, burada şəxs onluğu deyil, ədatdır. Deməli, 4 də səhv olacaq. Təsriflənən fe'l ədatla işlənir. Bəli, gəl təsriflənən fe'ldir, sana da ədat. Demək, cavabımız olacaq 1, 3, 4. Yanlışları soruşduğu üçün. Keçək 16-cı suala. Hansı cümlədə işlənmiş bağlayıcının homonimliyi yoxdur? Aydınla Oktay. Burada bağlayıcı budur. Həm də qoşma kimi işlənir. A deyil. Bayatı da dördlü şəklində olur. Dadə ədat kimdə işlənir. Ki ədat kimdə işlənir. Fəqət təkcə bağlayıcı olur. Cavab B bəndi olacaq. Nə? Bu da həm də nə ətdir, nə də balıq. Həm də qüvvətləndirici ədat kimi də işlənə bilirlər. Cavab D bəndi.
Hansı cümlədə işlənmiş bağlayıcının omonimliyi vardır? Baxaq, burada bağlayıcı, lakin omonimliyi yoxdur. Burada bağlayıcı baxaq, yaxşı kitabları bugün oxuyun. Çünki sabah, burada yaxşı modal sözdür. Çünki deməli qoşmadır. Çünki üzr istəyirəm, bağlayıcıdır. Səbəb bağlayıcısı. Omonimliyi də yoxdur. Deməli, bu da olmayacaq. Çünki oman bizə varı soruşur. Kitab toplamaq yaxşı işdir, ancaq onları oxumaq daha faydalıdır. Ancaq bayaqda qeyd elədiyimiz kimi həm məhdudlaşdırıcı edat kimi işlənir, həm də qarşılaşdırma bağlayıcısı. Cavab C olacaq. Baxaq, burada həm var, həm bunlar təkcə bağlayıcı olur. Deməli, burada ilə qoşmadır, o sayılmayacaq və isə təkcə bağlayıcıdır, təkcə bağlayıcı kimi də işlənir. Hansı cümlələrdəki altından xətt çəkilmiş sözü iki köməkçi nitq hissəsi kimi düşünmək olar? Sən ki tapşırığın öhdəsindən gəlirsən ki, təkcə ədatdır. Gəzintiyə hamı getdi. Bax, durğu işarəli qəsdən buraxılıb. Gəzintiyə hamı getdi. Ancaq sən yox idin, amma sən yox idin. Gəzintiyə hamı getdi, yalnız sən yox idin. Deməli, bu həm bağlayıcı, həm də məhdudlaşdırıcı ədat kimi işlənə bilir. Keçək növbəti suala. Hansı sıra omonim ədatlardan ibarət deyil? Baxaq, ən təkcə ədat olur, lap ədat olur, axı ədat olur. Cavab elə A olacaq. Burada elə, təkcə elə hərəsindən birini izah edəcəm, əvəzli kimi işlənir, bir də ədat kimi. Sonra burada necə əvəzli kimi, ədat kimi, bağlayıcı kimi, ədat kimi, də bağlayıcı kimi, ədat kimi işlənir. Cavab A olacaq. İyirminci sual. Cümlələrdə altından xətt çəkilmiş hissə ilə bağlı yanlış fikri müəyyənləşdirin. Mən ki onu tanımıram ki, bağlayıcı deyil. Düzdür, çünki bağlayıcı olsa vergül olmalıydı ondan sonra. Günəş ki, bir gündə 2 dəfə çıxmır, təsir gücünü artırmışdır. Təsir gücünü artırmaq ədatla bağlıdır, bu da ədatdır, düzdür. O adam bədbəxtdir ki, heç nə bilmir və bilməyə çalışmır. Ki, vergül işlənir bundan sonra bağlayıcıdır və bağlamışdır, düzdür. İndiki bəzi gənclər saqqalına görə filosofa oxşayırlar ki, bitişik yazıldığı üçün leksik şəkildə düzdür. İndiki belə oldu, sənə sözüm yoxdur sözləri əlaqələndirmişdir. Uşaqlar, əlaqələndirmək demək bağlayıcıya xas olan xüsusiyyətdir. Burada ki-dən sonra vergül olmadığı üçün ədat sayılır. Yəni bu yanlışdır. Ki orada ədatdır. Cavabımız olacaq. 21-ci sual. Fərqləndirilmiş sözlərlə bağlı uyğunsuzluğu deyir müəyyən. Yəni biz səhvi tapmalıyıq. Birinci cümlədə ədat işlənməlidir. İkincində isə nə olmalıdır? Digər nitq hissəsi. Baxaq. Tələsmə ay bala, bir dayan. Bu ədatdır. Səbirli ol, delinə bir qulaq as. Bu da ədatdır. Artıq bu şərti ödəmir. Elə cavabımız A olacaq. Yəni bu tanıdığımız adaxanların hamısında da basıxan olmuşdur. Təbii ki, bu sual ədatıdır. Düz. Yəni burada isə vergüldən sonra da işlənib aydınlaşdırma bağlayıcısıdır. Digər nitqisi. Bu da düzdür. Sonra, bu Mahmudun həyatında çox əlamətdar bir gün idi. Əlamətlər sifət olduğu üçün çox qüvvətləndirici ədatdır. Çoxaltma dərəcəsini yaradıb. Bu düzdür. Çox adam. Burada isə saydır. Nə gözəl yaraşır. Burada nədir uşaqlar? Ədatdır. Nə əkərsən, onu da biçərsən. Burada da əvəzlikdir. Bu da düzdür. Elə bizdə bu ədatdır. Elə çalmağın, belə də oynamağı olar. Burada da elə əvəzlikdir. Düz. Yəni birincisi ədat, ikincisi isə digər nitq hissəsi. A bəndi isə hər ikisi ədat olduğu üçün qaydanı pozur. Cavab A. İşarələ 22-ci suala. İşarələnmiş sözlərin aid olduğu nitq hissələrinə görə düzgün ardıcıllığını müəyyən edin. Nə bağım var, nə də çaqqalla davam. Nə də təkrarlandığı üçün
bağlayıcıdır. Deməli, bir bağlayıcı olduğu üçün əvəzliklər getdi. Nə tökərsən aşına, o da çıxar qaşığının. İkincisi əvəzlikdir. Baxaq, bəli, hər ikisində əvəzlik gəlib. Nə gözəl yaratmış yaradan sənə, nə gözəl, necə də gözəl, necə ilə əvəz eləyə bilirsinizsə uşaqlar, deməli ədat olacaq. Bağlayıcı, əvəzlik, ədat olmalıdır. A, yanlışdır. Bağlayıcı, əvəzlik, ədat. Ya B olacaq, ya da E. Baxaq. Nə versən, adındır. Qalanı yadındır. Yəni, nəyi versən, burada da əvəzlik olacaq. Deməli, cavab E bəndə. Fərqləndirilmiş sözlərin aid olduğu nitq hissələrinə görə düzgün ardıcıllığı nədir? Müəyyən edin. Çiy ətdən nənə də, bala da. Nənə də, bala da. Deməli, nənə də bezardır, bala da. Təkrarlanırsa, olacaq bağlayıcı. Deməli, B olmayacaq, D olmayacaq. Çərçi başındakını da satar. Yəni, başqa bir şey satır, başındakını da satar. İştirak bağlayıcıdır. Bu da bağlayıcı olacaq. Deməli, A olmayacaq, C də olmayacaq. Cavabımız olacaq E bəndi. Digərinə də baxaq. Bu məsələ onu heç maraqlandırmır da. İnşallah bu feillə işlənirsə dadə, bilin ki, ədat olacaq. Çoxdur. Sonra onun da adı siyahıda idi. Başqasının adı var, onun da adı var. Deməli, iştirak məzmunu varsa bağlayıcı olacaq. Fərqləndirilmiş sözlərlə bağlı uyğunsuzluğu müəyyən edin. Bayaq kimi birinci qoşma olmalıdır. İkincisi digərin hissəsi. Amma bizdə nəyə soruşur? Yanlışı, bunu ödəməyən. Ondan yaxşılıqdan başqa heç nə görməmişəm. Çıxışlı xalla işləndiyi üçün qoşmadır bu. Düz olacaq. Keçək, o birlərə baxaq. Sual o tərəfdədir. Nənəmgilin kiçik taxta qapısı başqa küçəyə açılırdı. Başqa burada çıxışlı xalla işlənmədiyi üçün digər nitq hissəsi sayılır. Oxuduğu kitabı kənara qoyub körpə ilə burada qoşmadır, düz. Səlimət oxuduğu corabları Cəfər ilə Gülzadın ayağına geyindirdi. Cəfər və Gülzad və əvəzləmiyorsa bağlayıcıdır, digər nitq hissəsi. Yol uzaq olduğundan düşərgəyə kimi yönlü çalınan işləmsə qoşmadır. Hələ bir işlə məşğul idi. Kimi ağacların dibini belləyir, burada kimi uşaqlar əvəzlikdir, qeyri-müəyyən əvəzlik. Sağ tərəfə dönmək qadağandır. Sağ tərəfə dönmək qadağandır. Çayın o biri tərəfi meşəlik idi. Uşaqlar, tərəf deməli, yönlü çalla işlənərsə qoşma olur. Burada isə gördüyünüz kimi yönlü çal birbaşa tərəfin özündədir. Əgər bu formada olsaydı, sağa tərəf dönmək qadağandır, qoşma olacaqdı. Amma şəkilçini özü qəbul etdiyi üçün olacaq nə? Əsas nitq hissəsi, yəni yanlış cavab D olacaq. Burada isə təbii ki, düzdür. Qoşma yox, digər nitq hissəsidir. Günəş üfüqə doğru yönlü çalla işlənib qoşmadır. Sizə doğru söylədiyimə, doğru da burada nədir? Zərfdir. Deməli, bir dənə yanlış var, o da D bəndində. 25-ci sual. Hansı cümlənin tərkibində fərqləndirilmiş, baxaq. Fərqləndirilmiş hər iki söz eyni nitq hissəsinə aid deyil. Quş qanadı ilə, adam adı ilə eynidir. Hər ikisi qoşmadır. Bir dayana bala, bir tikə çörək kəs. Bir dayan burada ədatdır. Bir tikə çörək. Burada isə nə olacaq? Say olacaq. Deməli, elə cavab olacaq bu. Əksinə, deməli, burada mən minus qoymalıydım. Minus, plus bu olmalı. Cavab bu olacaq. Nə itələn yığ, nə çək durğuz. Hər ikisi nədir? Nə itələ, nə çək durğuz. Nə də bağlayıcıdır, təkrarlanır.
İtdə getdi, ipdə təkrarlanırsa bağlayıcıdır. Ürək ki var, ki burada ədatdır, qüvvətləndirici ədatdır. Sondakı da gördüyünüz kimi sual düzəldib, deməli sual ədatıdır. Yəni hər ikisi eyni nitq hissəsidir. Amma B-də isə fərqlidir. Biri say, biri ədat olur. Cümlələrdə fərqləndirilmiş sözlərin hər ikisinə aid ortaq xüsusiyyəti müəyyən edin. Nəyi tapacağıq? Ortaq xüsusiyyəti. Ortaq. İki qulaq ilə bir dil bizə ona görə verilib ki, çox dinləyib az danışaq. Burada ilə, biri ilədir, biri də ki. İlə bən əvəz olunduğu üçün bağlayıcıdır. Ki'dən sonra vergül olduğu üçün o da bağlayıcıdır. Sonra yemək ilə dost olan hər gün küslü gəzər. Yemək ilə dost olan. Burada isə yemək ilə qoşmadır. Baxaq, cümlə bizə nəyi soruşur? Ortaq cəhətləri. Cümlə üzvləri və cümlələr arasında əlaqə yaratmaq. Təbii ki, birinci cümlədə əlaqə yaradıb, ikincisində isə mənasıları yaradıb. Bir yanlışdır. Leksik mənası olmasa cümlədə sözə qoşulub mənasıları yaradır. İkincisi yaradır, birincisi isə əlaqələndirir. Yanlışdır. Adlı halda olan sözə qoşulub birgəlik mənası bildirir. Ortaq deyil, bağlayıcı birgəlik bildirmir. Yanlışdır. Cümlədən çıxardıqda məna dəyişikliyi baş vermir, lakin cümlənin emosionallığı azalır. Bu ədata aid bir şeydir. Yanlışdır. Verilən cümlənin tərkibində özündən əvvəl gələn sözə bitişik də yazıla bilər. Verilən cümlənin tərkibində özündən əvvəl gələn sözə bitişik də yazıla bilər. Mən deyəsən yanlış gördüm. Burada təkcə ilədən danışılırdı. Mən burada kini də qaralamışam. Ki aid deyil. Burada təkcə ilə olmalıdır. Bəli, ilə uşaqlar. İ düşdüyü halda şəkilçiləşmiş forma, yəni lalə sözlərə bitişik yazıla bilər. Deməli cavab E bəndi olacaq. Biraz da yuxarı veririk. Hansı nümunədəki kimi qoşması müxtəlif məna çalarına malikdir? Baxaq. Löbət kimi özünü bənzətmə. Rövzən kimi küçələr gözətmə. Bənzətmə qoşmasıdır. Deməli, nə yazacaq bura? Bənzətmə. Yerdən ayağını quş kimi süzüb bənzətmədir. Adlı və yiyəli çalınan işlənirsə bənzətmədir. Amma yönlü çalınan işlənirsə əgər məsafə olacaq. Şimşək kimi bənzətmədir. Sonra sağlamaq istəyirəm dalğa şəlalə kimi. Lalə kimi bənzətmədir. Aslaydı sözlərim könlümün qulağından bir qızıl tana kimi. Günəş doğana kimi. Baxaq. Burada tana kimi bənzətmə. Günəş doğana kimi. Gördüyünüz kimi burada zaman məzmunu var. Günəş doğana kimi. Daha doğrusu doğana burada uşaqlar yönlü çalınan işlərinə kimi bu məsafə qoşması olur. Amma burada zaman məzmunu da bildirə bilir. Deməli cavab olacaq E bəndi. Amma digər hallarda hər ikisi adlıq və yiyəli hallara qoşulduğu üçün sırf bənzətmə olacaq. 28-ci sual. Hansı nümunələrdə həm əsas nitq hissəsi ilə omonimliyi olan köməkçi nitq hissəsi, həm də köməkçi nitq hissəsi ilə omonimliyi olan əsas nitq hissəsi işlənmişdir? Gəlin birinci sualı başa düşək. Görək nə demək istəyir burada. Deməli, əsas nitq hissəsi ilə birinci köməkçi nitq hissəsi olmalıdır. O həm də əsas kimi işlənsin və həm də əsas nitq hissəsi olmalıdır. Həm də köməkçi nitq hissəsi kimi işlənə bilsin. Baxaq. Təəssüf. Müşfiqə qısa ömür nəsib oldu. Burada təəssüf. Təkcə bir dənə var burada. Müşfiqə qısa ömür nəsib oldu. Burada təkcə başqa yoxdur da, bir dənə var burada. Elə bir əsaslı yoxdur ki, onun qoşma kimi və yaxud da digər köməkçi hissəsi kimi işlənə bilsin. Bir yanlış olacaq. Bravo. Yəni sənin mənə sözün olacaq.
Yəni sənin mənə sözün olacaq. Burada yəni sual ədatıdır. Əsas nitq seçimində işlənə bilmir. Bağlayıcı kimi işlənir. Bu da yanlışdır. Ay Rüstəm, əlindəki kitabları şkafa qoy. Burada uşaqlar ay deməli nədir? Nidadır. Həm də əsas nitq seçimi işlənə bilir. Burada qoy feildir. Həm də əmr ədatı kimi işlənə bilir. Cavabımızın biri olacaq 3. Artıq birini tapdıq, şükür. Dünyanı çox gəzmişsən. Başına gələnlərdən danış da çox əsas nitq səsidir. Ədat kimi işlənə bilir. Amma burada da əsas nitq səsi kimi işlənə bilmir. Baxaq, görək biz buradan düz cavab çıxarda biləcəyik, yoxsa yox. Deməli, mən tələbələri, yəni gənc nəslin yeni nümayəndələrini alqışladım. Yəni, burada bağlayıcıdır, təkcə bağlayıcı kimi də işlənir. Başqa bir şey yoxdur burada. Mən artıq belə fikirlərlə razılaşa bilmərəm. Mən artıq, baxaq buna, artıq burada ədatdır, amma artıq söz, artıq danışmaq, zərf və sifət kimi işlənə bilir. Sonra burada belə fikir, necə fikir? Belə fikir əvəzli həm də qüvvətləndirici ədat kimi işlənə bilir. Cavabımızın da biri olacaq 6. Belə bir variant görək var. 3, 6, bəli, şükür var. Uşaqlar, bu qaranlıq qala bilər. Sizə sadəcə olaraq nə etməlisiniz? Köməkçi nitq səsini tapmalısınız. O həm də əsas nitq səsi ola bilsin. Əsas nitq səsi tapmalısınız. Həm də köməkçi nitq səsi ilə omonimliyi olsun. 29. Ədatlarla omonimliyi olan bağlayıcıların işləndiyi, deməli, ədatlarla omonimliyi olmalıdır. Həm də bağlayıcı olmalıdır. Kərim etiraz etmək istədi. Ancaq Hüseyn ağa əl çəkmədi. Amma ancaq lakin əvəzləmək olursa, bu ancaq bağlayıcıdır. Həm də ədat kimi işlənə bilir. 1. Mən ki damdan bacadan baxmaz idim. Burada ki ədatdır, amma bizə bağlayıcını soruşur. Bağlayıcı olmalıdır. Sənə yaraşmaz ki, vergül olmaydı əslində. Bağlayıcıdır, ədat kimi də işlənə bilir. 3-ü götürəcəyik. Bizdə şeirdə var, sənət də vardır. D təkrarlanırsa bağlayıcıdır, həm də ədat kimi də işlənə bilirlər. 1, 3, 4. Cavabımız olacaq D bəndi. 30. Hansı cümlələrdə ədatlarla omonimliyi olan bağlayıcı işlənmişdir? Ədatlarla omonimliyi olmalıdır, amma bağlayıcı olmalı. Biz bağlayıcı tapmalıyıq. Bu ki ədatdır. Hərçənd mənim yaxın dostumdur, ancaq qarşılaşdırma bağlayıcısı ədat kimi də işlənə bilir. 2. Sən də bəlkə dəstəyə qoşulasan də bağlayıcıdır. Ədat kimi də işlənə bilir. Deməli, biri 2, biri də 3 oldu. Belə şey onu maraqlandırmır da. Bu ədatdır. Amma bizə bağlayıcını tapmalıyıq. Burada belə şey. Necə? Belə əvəzli işdir. Olmayacaq. Gəldim ki, bağlayıcıdır. Amma ədat kimi də işlənə bilər. 2, 3, 5. Keçək növbəti suala. Nəyi tapın deyir? Uyğunsuzluğu, yəni səhv axtarmalıyıq. Ədat birinci ədat olmalıdır. İkincisi isə digər nitq səsi, yəni ədat olmamalıdır. Gəlin baxaq. Siz ki, ədatdır, plus qoyaq. Bu elə işdir ki, vergül varsa 2-dən sonra bağlayıcıdır, digər nitq səsidir, plus qoya bilərik. Yəni A olmayacaq. Bu məsələ barədə danışdığımız bəhsdir də cümlənin sonunda işləmsə qüvvətləndirir və ədatdır, plus qoyaq. Demişdim də, dedim axı bayaq, feillə işlənirsə 90% ədat olacaq. Yəni bizə ədat lazım deyil. Cavabımız elə bu olacaq. Hava necə istidir, necə ədatdır, necə istəsən, elə də et, əvəzli işdir. Ədat və əvəzlik.
Rüstəm kişi artıq səbri təmkini itirmişdi. Ədatdır. Artıq tikə necə tikə? Sifətdir. Sən nə mehribanmışsan. Nə ədatdır. Nə tökərsən aşına, o çıxar qaşığına əvəzlikdir. Hansı yanlış oldu? Baxaq. B bəndi. Keçək növbəti suala. Hansı cümlələrdə belə sözünü həm ədat, həm də işarə əvəzliyi kimi düşünmək olar? Belə sözünü həm ədat kimi, həm də işarə əvəzliyi kimi düşünmək olar. Səlim belə danışmaq istəməzdi. Necə danışmaq istəməzdi? Belə. Bir də deyə bilərik ki, Səlim belə danışmaq istəməzdi. İki cür düşünmək olur bunu. Deməli, cavabımızın biri bir olacaq. Atası belə onu yaxşı tanımadı. Atası belə. Burada təkcə nə olacaq? Ədat kimi. Mən belə adamları tanımada çətinlik çəkirəm. Necə adamları? Belə adamları. Bir də deyirəm ki, mən belə adamları tanımaqda çətinlik çəkirəm. Bu olacaq. 3. Qonşular belə haqsızlıqdan təngə gəlmişdilər. Qonşular belə. Necə haqsızlıq? Belə haqsızlıq. Bir də deyirəm ki, qonşular belə haqsızlıqdan təngə gəlmişlər. Bu da olacaq. 1, 3, 4 olacaq. Belə işlər olanda təəssüblənməyə bilmirsən. Biz belə bu gözəlliyin burada təkcə ədat olur. Burada təkcə əvəzlik olur. 1, 3, 4 olacaq. Ədatlarla omonimli olan bağlayıcıların işləndiyi cümlələri müəyyən edin. Ədatlarla omonimli olmalıdır, amma bağlayıcı olmalıdır. Onlar hansı bağlayıcılardır? Ki, yəni, da, də, ancaq. Xeyir və şərin mübarizəsi əvvəldir. Burada yoxdur. Gözlədim, ancaq heç kəsdən səs çıxmadı. Burada vergül olmalıdır. Bu bağlayıcıdır və ədat kimdə işlənə bilir. Bugün stadiona müəllimlər də, valideynlər də təkrar olunursa bağlayıcıdır, ədat kimdə işlənə bilir. İstədim ki, hər şeyi özün biləsən ki, vergül olmalıdır. Əslində buradan bağlayıcıdır və ədat kimdə işlənə bilir. 2, 3, 4 tapdıq. Hamı səninlə və onunla fəxr edir. Burada bağlayıcı vədir. Burada lə qoşmalardır. Bu olmayacaq. Sabah şəhərə ancaq səninlə mən yola düşəcəyik. Görə 2, 3, 4 təkcə oldu. Burada 2, 3, 4. Çünki burada ancaq nədir? Ədatdır. Cümlələrin birində işlənmiş əvəzlik heç bir köməkçi nitq hissəsi ilə omonimlik yaratmır. Cümlələrin birində işlənmiş əvəzlik heç bir köməkçi nitq hissəsi ilə omonimlik yaratmır. Görək hansıdır o? Yaratmayan. İndi qocanı hamı özünün yaxını hesab edirdi. İndi burada hamı var, özü var. Cavab A olacaq da belə çıxır. Kimi? Qoşma kimi işlənir. Elə məhəllələr, elə ədat kimi işlənir. Necə? Ədat kimi işlənir. Belə ədat kimi işlənir. Cavab A bəndi. Köməkçi nitq hissəsi ilə omonim ola bilən əvəzlik işlənmiş cümlə hansıdır? Baxaq, burada kimsə deyil. Bəzi və yaxud da bizə, bəziləri deyil. Heç kim deyil. Bütün deyil. Nə var burada? Baxaq, nə lazımdırsa. Nə burada deməli əvəzlikdir, amma nə həm də qüvvətləndirici ədat kimi işlənə bilər. Cümlələrin birində omonimli olan iki müxtəlif köməkçi nitq hissəsi işlənmişdir. Burada başqa əsas nitq hissəsidir. Əsasdır bu. Elə həmən gün. Elə əvəzlik və ədat olur, bu sayılmır. İmtahandan sonra
bizə iki müxtəlif köməkçi deyirsə, bu digəri əsas olur. Digər mənası bu da olmayacaq. Kaş Hüseyn kimi çalışqan şagirdlərimiz çox olaydı. Burada kimi, kaş, bunlar təkcə qoşma və necə işlənir, ədat kimi işlənir. İndi ancaq qardaş Sərdar İmranla maraqlanırdı. Baxaq görək, burada ancaq ədatdır, bağlayıcı kimdə işlənə bilər? İmran ilə. Burada la ilə qoşmadır, bağlayıcı kimdə işlənə bilirlər. Yəni iki köməkçi indeksiyası kimi işlənə bilirlər. Cavabımız olacaq bu. 37-ci sual. Hansı cümlələrdəki qoşmalar əsas nitq hissəsi ilə omonimdir? Deməli, biz nəyi tapmalıyıq? Qoşmalar əsas nitq hissəsi ilə omonim olmalıdır. Bir aydan sonra bütün işlər qaydaya düşdü. Bir aydan sonra zaman mənalı, deməli, zaman zərfi kimi işlənə bilər. Cavab 1. Danışıqlar qarşı tərəfi. Burada qarşı əsas nitq hissəsidir olmayacaq. Xəzən olub tökülən viranə bağlar kimi. Burada bənzətmə qoşmasıdır, əvəzli kimdə işlənə bilir? Səndən başqa heç kəs ürəyimə yatmadı. Başqa qoşmadır, çünki çıxışlıq halına işlənib, amma sifət kimdə işlənir? Yadlar ilə ömür sürür həsrətdə, bir gün olur vətən deyib ağlarsan. İlə bağlayıcı və qoşma kimi işlənir, yanlışdır. Sizdən savayı, savayı təkcə nə olur? Qoşma olur. Cavab olacaq 1, 3, 4. Hansı nümunələrdə həm bağlayıcı, həm də bağlayıcı ilə omonim ola bilən köməkçi nitq hissəsi işlənmişdir? Baxaq, tələbə budur ki, bağlayıcı bir şərt yerinə yetirildi. İdarəyə verilən ərizə gərək latın əlifbası ilə yazılsın. Bu qoşmadır, bağlayıcı kimi işlənə bilirlər. Cavab 1-ni götürəcəyik. Babam ancaq Füzuli və Ağdama avtobus reysləri açılanda doğma torpaqları ziyarət etdi. Burada gəlin baxaq. Nəyə soruşur bizdən? Həm bağlayıcı olmalıdır, həm də bağlayıcı ilə omonim ola bilən digər köməkçi nitq hissəsi. Burada ancaq ədatdır, bağlayıcı kimdə işlənə bilər. Burada həm də bağlayıcı var və var. Deməli, 2-ni də götürəcəyik. Kim ki insanı sevər, aşiqi hürriyyət olur. Bəli, hürriyyət olan yerdə də insanlıq olur. Burada ki ədatdır, bağlayıcı kimdə işlətmək olur? Yerdə də, bəli, hürriyyət olan yerdə də insanlıq olur. Bu da bağlayıcı olacaq. Desəm, bu da düzdür. 1, 2, 3. Mən ki damdan bacıdan baxmaz idim. Su kimi hər tərəfə axmaz idim. Burada ki ədatdır, kimi qoşmadır. Burada bağlayıcı yoxdur. Otların hamısı, habelə boynu bükük bənövşələr də dirçəlmişdir. Də bağlayıcıdır, iştirak məzmunu var. Habelə bu da bağlayıcıdır. Digər köməkçi nitq hissəsi yoxdur. Cavabımız olacaq 1, 2, 3. Hansı cümlələrdəki ədat deməli, bağlayıcı ilə omonimdir? Yəni, biz ədatı tapmalıyıq. Yanındakı mücahidlərdən yalnız 2 nəfər, ancaq 2 nəfər ədatdır, bağlayıcı ilə omonimdir. 1. Başa düşmədiyiniz bir şey yoxdur ki, sual ədatıdır, bağlayıcı kimdə işlənə bilər? 2. Gəl, əsas nitq hissəsi kimi işlənə bilər. Yetirməz bir daha bu dövran məni. Bir daha bağlayıcı kimi işlənə bilmir. Dey get, səni Şirvan gözləyir. D ədatdır, işlənə bilmir. Başqa yoxdur axı burada. Cavabımız olacaq 1, 2. Baxaq görə başqa. Zəhmətdəki şan şöhrəti şeirə gətirir. Cavabımız 1, 2 olacaq. Hansı cümlələrdə işlənmiş ədat feillə omonimdir? Hansı ədatlar ola bilər? Gəl, gör, qoy, görün, gəlin, gəlsənə, bu tipli ədatlar. Gəl sabahki işlərimizdən danışaq. Bəli, biri budur. Artıq bu sayılmır. Vaxtında yığıncağa gəlin. Bu feildir, olmaz.
Bağa bax, üzüm olsun, yeməyə üzüm olsun. Bax burada əsas nitq səsidir. Qoy mən tox olum, özgələr ilə nədikarım. Qoy burada ədatdır. Fe'l kimdə işlənə bilər. Cavab oldu 1, 5. Hansı cümlələrdə işlənmiş ədat fe'llə homonimlik yarada bilir? Ədat dedik bayaqki sualdan. Qoy mən yenə söhbət açım öz diyarımdan. 1 işlənəcək. Gəlin məni bu işlərə qatmayın. Deməli, gəlin bu da işlənəcək. Kağıza həvəslə o da qol atdı, dodağı altından gülümsəyiş. Burada yoxdur. Qız yetər bu dəfə daha çox pambıq yığmışdı. Burada da yoxdur. Yoldaşlarına bax, ibrət götür. Nə et? Bax. Bu da olmayacaq, çünki əsas fe'ldir. Cavabımız olacaq 1, 2. Hansı 42-ci sual. Hansı nümunələrdə ki, nə olmalıdır? Bağlayıcı olmalıdır. Vergül işarələri buraxılıb. Mən elə ölkədə yaşayıram ki, uşaqlar ki-dən əvvəl və sonra cümlə varsa, deməli bağlayıcıdır. Burada vergül işlənməlidir, bağlayıcıdır. 1. Bir söz ki, buradakı ədatdır. Keçək o tərəfə. Biri yadda saxlayaq. Qədim Hind məsələn deyilir ki, bağlayıcıdır 1, 3. Buraya yazın 1, 3. Ağıllı odur ki, burada ki bağlayıcıdır. 4'ü də yazaq. O şey ki, ədatdır. Bir yerdə ki, bu da ədatdır. Cavabımız olacaq 1, 3, 4. Hansı nümunələrdəki bağlayıcı deyil? Yenə ki, bağlayıcı deyil soruşur. Mən elə ölkədə yaşayıram ki, vergül olmalı, bağlayıcıdır. Bir söz ki, ədatdır. Deyilir ki, vergül olmalıdır, bağlayıcıdır. Ağıllı odur ki, vergül olmalıdır, bağlayıcıdır. O şey ki, ədatdır. Sən ki, bu da ədatdır. 2, 5, 6. Cümlələrdəki fərqləndirilmiş sözlərə əsasən verilmiş fikirləri Venn diaqramına əsasən uyğunlaşdırın. Mən bu haqda ərizə yazmışam, məktub da yollamışam da. Rəsul düzünü deyir də. İnşallah burada birincidə iştirak bağlayıcıdır, ikincidə fe'llə işləndiyi üçün olacaq nə? Qüvvətlendirici ədat. Fikrin qüvvətli ifadə olunmasına kömək edir. Deməli 2 olacaq A. Bura 1 yazaq. Burada 3. Sözləri bağlamağa xidmət eləyir. Deməli 1 olacaq B. Yalnız qrammatik mənası var. Təbii ki, bu ortalığa etməlidir. 3 C. Özün hal çəkilisi ilə eyni səs tərkibinə malikdir. Baxaq, da, də, yerli çalınan 3-əl gedəcək. Bu da hər ikisi ortaqdır. Yəni ki, dadə eyni səs tərkibə, yəni eyni yazılışa malikdir. Ortalığa etməlidir. Özündən əvvəlki sözə qoşularaq mənaçaları yaradır. Bu uşaqlar qoşmaya aiddir. Burada qoşma yoxdur. Cavabımız olacaq 1B, 2A, 3C-dir. Cümlələrdə tündqara hərflərlə verilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Qərbə tərəf qoşmadır. O biri tərəf isimdir. Leksik mənası olmasa sözə qoşularaq mənaçaları yaradıb. 1 A. Sonra B-yə baxaq. Fikrin təsirli ifadə olunmasına xidmət edib. Burada deməli nə yoxdur? Təsirli ifadə olunması deyəndə ədət olmalıdır. B heç birinə aid deyil. Leksik mənası var. O 2-yə aid olacaq. C. Yalnız qrammatik mənası var. Təbii ki, bu D olacaq. Cümlə üzvləri arasında əlaqə yaradır. O bağlayıcıya aiddir uşaqlar. Bağlayıcı da yoxdur. Deməli 1 A-dir, 2 də C olacaq.
Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Elə bu vaxt uzaqdan bir avtobus göründü. Elə burada nədir? Ədatdır. Oğru elə bağırdı ki, necə bağırdı? Burada əvəzlikdir. İşarə məqsədi ilə işlədib. 2 işarə əvəzliyidir. Deməli, A. Ədatdır. Bu da B. Danışanı ifadə edir, fikrə münasibət. Bu modal sözə aiddir. Bu ehtiyac yoxdur. Yalnız qrammatik mənası var. Təbii ki, D olacaq ədat. Leksik mənası var. Bu da E olacaq. Deməli, 1 BD, 2 AE. Gələn biraz pis yazır. Üzrlü sayın.